qulaq as, bəs indi hamı belə deyim də, hamı özün bilirsən də, yəni biznes açmaq qabiliyyətində deyil də. Yəni elə adam var, çox yaxşı bir professional bir işçidir, müəyyən bir şirkətdə işləyir. Bəs ona necə təsir eləyir? Onun hansı xüsusiyyətlərini biz qabağa çəkə bilərik? Birinci növbədə insan öz doğum günü və missiyasına görə prof orientasiyasını bilməlidir ki, mən kiməm, mən nəyi yaxşı bacarıram və bunun üstünə getməlidir. Məsəl üçün mən 6-yam. Mən yaradıcılıqda, incəsənətdə, mədəniyyətdə tamamilə özümü orada görürəm. Yəni məni ora qoy, mən orada davamlı olaraq yeniliklər gətirəcəm. Fikirləşəcəm ki, turizm sahəsi olsun. Necə eləyək ki, ölkəyə yeni insanlar gəlsin, daha da çox inkişaf eləsin məsəl üçün. Bu mənim enerjilərimdir. Və yaxud da psixologiya sahəsi olsun. Burada niyə inkişaf gedir? Çünki düşürəm öz sahəmə. Bilirsən nə fikirləşirəm? İnsanlar fikir versən, işlərinə gedirlər, amma xoşbəxt deyirlər. Mən hərdən başlayıram fikirləşməyə ki, onlar sanki öz belə istədiklərini, indi sən prof orientasiyada deyirsən, o orientasiyalarını tapa bilmirlər, o olduğu yerdə deyirlər. Deyə hətta xoşbəxt də deyirlər ona görə. Biz əgər öz prof orientasiyamıza düşdüksə, öz sahəmizə düşdüksə, 50% enerjini qoruyuruq. 50% enerji çox böyükdür. Bu günləri insanlar, indi mən birazdan plakatlar göstərəcəm, orada tamamlayırsa, insanlar 90% enerjini sadəcə itirir. Məndə bu yaxınlarda bir case oldu. Xanım gəldi yanıma. Xanım deməli Medstra işləyib, artıq 50 neçə yaşı var. Medstra işləyib uzun bir müddət. Yəni elə başlayandan Medstra olub da, yəni universiteti bitirib, oxuyub, Medstra olaraq başlayıb işləməyə. 33 yaşa qədər normaldır hər şey. Şuur sayı 9-dur. Şuur sayı xidmətdə reallaşır. Xidmət eləyəndə reallaşır. 33 yaşa qədər hər şey normaldır. 33 yaş qüvvəyə minir, 33 yaşı keçir. 36 yaşda başlayır sağlamlıqda problemlər olmağa. Və niyəsə görə günün birində, yəni 36 yaş ərəfələndə təxminən əməliyyata girir. Əməliyyatda böyrəyinə infeksiya salırlar. İnfeksiya salırlar və infeksiya salandan sonra bu adam böyrəyini götürməli olurlar. Və mən oturub bizim plakatlarda baxıram, elə sənə birini göstərim burada. Yəqin ki, görsənir. Bu biznes və sağlamlıq plakatıdır. Bunu mən əvvəl göstərmişdim. Sadəcə bunun bir tərəfi var idi, digər tərəfi sonradan artıq əlavə olundu.